Hər vaxtınız xeyir olsun. Həftənin ən önəmli ictimai-siyasi hadisələri ilə qarşınızdayıq. Bu həftə efirdədir. Əvvəlcə anonslara nəzər salaq. Azərbaycan-Ermənistan sülh prosesi gözlənilən mərhələyə yaxınlaşır. Zəngəzur dəhlizi artıq regional layihə olmaqdan çıxaraq beynəlxalq iqtisadi və geosiyasi layihəyə çevrilib. Orada da atılacak adımların özellikle Türkiye ile Türk Cumhuriyetleri ve genel olarak Asya arasındaki ticarete, ilişkilere büyük katkı sunacağına inanıyoruz. Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlığın əhəmiyyəti daha da artır. Nə üçün məhz indi bu regional əməkdaşlıq yeni strateji məna kəsb edir? Ankara sammiti NATO'nun yeni təhlükəsizlik prioritetlərini müəyyənləşdirib. Yaxın Şərqdə gərginlik yenidən artır. Amerika Birləşmiş Ştatlarının İrana endirdiyi zərbələr hansı nəticələrə gətirib çıxara bilər? Baramaçılıqda əldə olunan uğurlar Naxçıvanı ölkə lideri edib. Davam edirik. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun əsas istiqamətləri yenidən gündəmdə olub. Önəmli qonaqların qəbulları həyata keçirilib. Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz eyni zamanda region üçün çox önəmli olduğunu deyib. Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti J.D. Vance'in Azərbaycana səfərini məmnunluqla xatırlayıb, həmin səfər zamanı Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğulayıb. Steve Daines-in ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı, Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirib. Senator Steve Daines də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib, Azərbaycan prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğulayıb. Qonaq eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib. Steve Daines Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Söhbət zamanı Trip dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaq İordaniyanın kralı 2. Abdullah ibn Al-Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırıb, İordaniya kralının Azərbaycan prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın kralına çatdırmağı xahiş edib. Azərbaycan prezidenti də öz növbəsində İordaniya kralını ölkəmizə səfərə dəvət edib. Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral 2. Abdullah ibn Al-Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib. Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, regional məsələlər, gələcək təmaslar, hökumətlər arası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlər arası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Turizm sahəsində əməkdaşlığa toxunularaq bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub. Son günlər həm Ermənistan rəsmilərinin, həm də Türkiyə rəhbərliyinin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı verdiyi açıqlamalar Cənubi Qafqazda diplomatik proseslərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə Türkiyənin vitse-prezidentinin Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına çox yaxındır. Bəyanatı təkcə Ankara ilə Bakı arasında mövcud olan koordinasiyanın deyil, eyni zamanda regionda formalaşan yeni siyasi reallığın da göstəricisi kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsi və ondan sonraki dövr Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra regionun əsas gündəliyi artıq müharibə deyil, sülhün hüquqi əsaslarının yaradılması oldu. Məhz bu sülhün müəllifi də Azərbaycan prezidenti İlham Əliyevdir. Uzun illər davam edən münaqişənin hərbi mərhələsi başa çatıb və indi əsas məsələ yeni münasibətlər sisteminin necə qurulacağıdır. Bu baxımdan son aylarda aparılan danışıqlar, sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar və qarşılıqlı bəyanatlar göstərir ki, tərəflər arasında fikir ayrılıqlarının böyük hissəsi aradan qaldırılıb. Ermənistanda da son günlər verilən bəyanatlar əvvəlki dövrlərlə müqayisədə daha praqmatik yanaşmanın formalaşdığını göstərir. Rəsmi İrəvan artıq regionda davamlı qarşıdurmanın ölkəyə siyasi və iqtisadi dividendlər qazandırmadığını anlayır. Bunun əksinə olaraq kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişlənməsi və qonşularla normal münasibətlərin qurulması Ermənistan üçün yeni inkişaf imkanları yarada bilər. Bu prosesdə Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Ankara əvvəldən bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması Azərbaycan-Ermənistan münasibətlərində əldə olunacaq yekun razılaşmadan asılıdır. Bu baxımdan Cevdet Yılmazın açıqlaması həm də Türkiyənin diplomatik kanallar vasitəsilə prosesin gedişi barədə kifayət qədər məlumatlı olduğunu göstərir. Onun sülh sazişinin yaxın olduğunu bildirməsi regionda müsbət gözləntiləri artıran mühüm siyasi mesaj kimi qəbul edilir. Kafkaslarda Ermenistan-Azerbaycan arasındaki ihtilafların sona ermesi, belli bir yere gelmiş olan müzakerelerin sonuçlanarak orada da kalıcı bir barışın elde edilmesi de çok önemli. Zengezur koridoru, orta koridor başta olmak üzere orada da atılacak adımların özellikle Türkiye ile Türk Cumhuriyetleri ve genel olarak Asya arasındaki ticarete, ilişkilere büyük katkı sunacağına inanıyoruz. Diqqət çəkən digər məqamsa Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Zəngəzur dəhlizini əsas gündəm mövzularından biri kimi göstərməsidir. Bu təsadüfi deyil, çünki Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması deyil, eyni zamanda Türk dünyasının fiziki bağlantısının gücləndirilməsi, orta dəhlizin potensialının artırılması və Avropa ilə Avrasiya arasında yeni logistika marşrutlarının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Məhz buna görə də Zəngəzur dəhlizi artıq regional layihə olmaqdan çıxaraq beynəlxalq iqtisadi və geosiyasi layihəyə çevrilib. Bu marşrutun istifadəyə verilməsi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Türkiyənin Mərkəzi Asiya ilə quru əlaqələrini gücləndirəcək və Cənubi Qafqazın qlobal nəqliyyat xəritəsində rolunu artıracaq. Cənubi Qafqazın gələcək taleyində regional aktorlarla yanaşı beynəlxalq aktorların mövqeyi də mühüm rol oynayır. Bu, Cənubi Qafqazın artıq yalnız regional deyil, həm də qlobal geosiyasi gündəliyin mühüm hissəsinə çevrildiyini nümayiş etdirir. Vaşinqton da regionda sabitliyin təmin edilməsində maraqlıdır. Çünki davamlı sülh, enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutlarının etibarlılığı və Avropa ilə Asiya arasında alternativ nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyə isə NATO üzvü və regionun əsas siyasi güclərindən biri kimi bu prosesdə fəal rol oynayır. Ankara ilə Vaşinqton arasında bu mövzuda aparılan məsləhətləşmələr regionun gələcək təhlükəsizlik arxitekturasının formalaşmasına da təsir göstərə bilər. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi yalnız beynəlxalq hüququn prinsipləri, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında mümkündür. Eyni zamanda kommunikasiyaların açılması, o cümlədən Zəngəzur istiqamətində maneəsiz nəqliyyat əlaqələrinin yaradılması sülh paketinin mühüm elementlərindən biri hesab edilir. Bugün artıq region tamamilə yeni reallıqla üz-üzədir. Əgər yaxın illərdə Cənubi Qafqaz münaqişələr, blokadalar və qarşıdurmalar məkanı kimi xarakterizə olunurdusa, hazırda əsas müzakirə mövzusu iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, investisiya layihələri və regional inteqrasiyadır. Bu transformasiyanın əsas təşəbbüskarlarından biri məhz Azərbaycandır. Lakin sülh sazişinin imzalanmasına yaxınlaşmaq onun avtomatik şəkildə bütün problemləri həll edəcəyi anlamına gəlmir.
Sazişdən sonraki mərhələdə əldə olunmuş razılaşmaların praktik icrası, qarşılıqlı etimadın formalaşdırılması, sərhədlərin tam delimitasiyası, kommunikasiya xəttlərinin açılması və regionda davamlı təhlükəsizlik mexanizmlərinin qurulması əsas prioritetlər olacaq. Bundan belə, son günlər verilən açıqlamalar göstərir ki, diplomatik proses əvvəlki dövrlərlə müqayisədə daha konstruktiv məcrada davam edir. Əgər bu dinamika qorunub saxlanılarsa, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz tarixində yeni mərhələnin başlanğıcı olacaq. Bu mərhələ təkcə iki ölkə arasında münasibətlərin normallaşması ilə deyil, həm də regionun iqtisadi inteqrasiyası, nəqliyyat əlaqələrinin genişlənməsi və beynəlxalq əməkdaşlığın dərinləşməsi ilə yadda qalacaq. Dünya siyasətində heç də bütün qərarlar dərhal nəticə vermir. Bəzən onların əsl əhəmiyyəti yalnız illər sonra üzə çıxır. Xüsusilə də ənənəvi marşrutların risk altına düşdüyü, enerji təhlükəsizliyinin qlobal gündəliyin əsas mövzularından birinə çevrildiyi və etibarlı tərəfdaşlığın sabitliyin başlıca amillərindən sayıldığı dövrlərdə. Bugün Cənubi Qafqazda da məhz belə bir proses müşahidə olunur. Dəyişən geosiyasi şərait dövründə Azərbaycan, Gürcüstan və Türkiyə arasında 10 illiklər ərzində formalaşmış strateji əməkdaşlığın əhəmiyyətinə dair fikirlər getdikcə daha çox səsləndirilir. Nə üçün məhz indi bu regional əməkdaşlıq yeni strateji məna kəsb edir? Daha ətraflı mövzumuzda. Bir neçə il əvvələ qədər Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq əsasən uğurlu regional inteqrasiya modeli kimi qiymətləndirilirdi. Birgə enerji və nəqliyyat layihələri daha çox ticarətin inkişafı, iqtisadi əlaqələrin gedişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi baxımından dəyərləndirilirdi. Lakin son illər dünya siyasətində baş verən geosiyasi dəyişikliklər bu əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Silahlı münaqişələr, ənənəvi logistika marşrutlarının risklərlə üzləşməsi və etibarlı təchizat yolları uğrunda artan rəqabət bir çox dövlətləri beynəlxalq əməkdaşlığa yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edib. Belə bir şəraitdə Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən alternativ nəqliyyat marşrutlarının, enerji təhlükəsizliyinin və beynəlxalq ticarətin kəsişdiyi strateji regionlardan birinə çevrilib. Bu, yeni logistika sisteminin əsas elementlərindən biri isə orta dəhlizdir. Çin, Mərkəzi Asiya ölkələri, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına uzanan bu beynəlxalq marşrut son illərdə qlobal ticarətdə xüsusi əhəmiyyət qazanıb. Onun əhəmiyyəti qlobal təchizat zəncirlərinin yeni geosiyasi risklərlə üzləşməsindən sonra daha da artıb. Bugün bir çox dövlət üçün orta dəhliz artıq ənənəvi nəqliyyat marşrutlarına alternativ olmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq ticarətin şaxələndirilməsi baxımından ən perspektivli istiqamətlərdən biri hesab olunur. Orta dəhlizin inkişafında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Müasir liman və logistika imkanlarının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də Cənub qaz dəhlizinin reallaşdırılması nəticəsində şərqlə qərbi birləşdirən vahid nəqliyyat sistemi formalaşıb. Etibarlı nəqliyyat marşrutları, enerji təhlükəsizliyi və dövlətlərin qlobal bazarlar arasında fasiləsiz əlaqələri təmin etmə imkanları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə Gürcüstanın baş nazirinin müavini, Xarici İşlər naziri Boçoroşvilinin Türkiyədə keçirilən Allies in Ankara beynəlxalq müzakirə platformasında səsləndirdiyi fikirlər diqqət çəkib. Regionumuzda Gürcüstan, Türkiyə, Azərbaycan formatında uğurlu əməkdaşlıq nümunəsi mövcuddur. 10 illiklər ərzində formalaşan strateji tərəfdaşlıq bugün təhlükəsizlik baxımından daha böyük əhəmiyyət kəsb edir. Nazirin sözlərinə görə Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illər ərzində formalaşmış strateji tərəfdaşlıq dəyişən geosiyasi şəraitdə daha da aktuallaşır. O, həmçinin birgə enerji layihələrinin, nəqliyyat dəhlizlərinin və orta dəhlizin Avrasiyanın mühüm geo-iqtisadi və geosiyasi məkanlarından birinə çevrildiyini vurğulayıb. Əslində bu cür qiymətləndirmələr daha geniş bir tendensiyanı əks etdirir. Dünya geosiyasəti dəyişdikcə regionlar arasında etibarlı əlaqələr qura bilən dövlətlərin rolu daha da artır. Azərbaycanın qonşu ölkələrlə uzunmüddətli əməkdaşlığa əsaslanan ardıcıl siyasəti isə bugün enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat dayanıqlığının təmin olunması və Avrasiyada qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verən amillərdən biri kimi qiymətləndirilir.
İnfrastruktur layihələrinin ardıcıl inkişafı qonşu dövlətlərlə uzunmüddətli əməkdaşlıq və yeni nəqliyyat logistika marşrutlarının formalaşdırılmasında fəal iştirak Azərbaycanın Avropa ilə Asiya arasında əsas bağlantı mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir. Qlobal geosiyasi mənzərə dəyişdikcə isə məhz belə əməkdaşlıq modelləri uzunmüddətli dayanıqlığın və qarşılıqlı faydalı inkişafın əsas şərtlərindən biri kimi ön plana çıxır. Bu həftə bütün dünyanın gözü Türkiyənin paytaxtı Ankaradaydı. Belə ki, NATO-nun 36-cı zirvə görüşü Ankarada keçirildi. 32 ölkənin dövlət və hökumət başçıları bir araya gələrək müdafiə xərcləri, İran böhranı, Avropanın təhlükəsizliyi və alyansın gələcəyi ilə bağlı mühüm məsələləri müzakirə etdilər. NATO-nun Ankara sammitinin yekun bəyannaməsində müttəfiqlər ümumi dəyəri 50 milyard ABŞ dollarını aşan yeni tədarük müqavilələri üzrə razılığa gəliblər. Bəyannamədə həmçinin müttəfiqlər kollektiv istehsal imkanlarını artırmaq və innovasiyaları sürətləndirmək məqsədi ilə sənaye sektoru ilə birgə işləmək öhdəliyi götürdüklərini də bəyan ediblər. Sammitdə alyansın 5-ci maddəsinə, yəni bir müttəfiqə edilən hücumun bütün müttəfiqlərə edilmiş hücum hesab olunması prinsipinə, eləcə də transatlantik əlaqələrə sarsılmaz sadiqlik bir daha təsdiqlənib. Bundan başqa, silah istehsalını genişləndirmək və süni intellekt daxil olmaqla texnologiyaların tətbiqini sürətləndirmək barədə razılığa gəlinib. Sənəddə həmçinin 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində hərbi yardım, silah və təlim təqdim etmək öhdəliyi təsdiq olunub. 2027-ci ildə ən azı eyni səviyyədə dəstəyi saxlamaq niyyəti ifadə edilib. Bundan əlavə, müttəfiqlər Tehrandan Hörmüz boğazında gəmiçilik azadlığını təmin etməyi tələb ediblər. Sənəddə Rusiya, Avro-Atlantik üçün təhlükəsizliyi və sabitlik baxımından uzunmüddətli təhdid adlandırılıb. NATO ölkələri bəyan ediblər ki, Rusiya tərəfindən gələn təhdidə və terrorizmə qarşı mübarizə üçün əvvəllər qəbul edilmiş müdafiə öhdəliklərini yerinə yetirməyə davam edirlər. NATO-da qeyd edilib ki, yeni investisiyalar silah istehsalının genişləndirilməsinə, müdafiə sənayesinin gücləndirilməsinə və blokun dayanıqlığının artırılmasına yönəldilib. NATO zirvəsində diqqət çəkən məqamlardan biri də Türkiyənin döyüş təyyarəsi diplomatiyasının daha intensiv və strateji xarakter alması oldu. Hərbi ekspertlərin gəldiyi qənaət budur ki, F-16 danışıqları F-35 proqramına qayıdış Avropadan Eurofighter təyyarələrinin alınması həm geosiyasi, həm də texnoloji baxımdan önəmlidir. Bütün bu proseslərə nöqtə qoyan Kaan isə Türkiyənin döyüş təyyarəsi sahəsindəki müstəqil inkişafını simvolizə edir və qardaş ölkənin yüksək texnologiyalı müharibə avadanlıqlarını istehsal etmə qabiliyyətini göstərir. Donald Trumpın da Rəcəb Tayyib Ərdoğana Türkiyə 5-ci nəsil F-35 qırıcılarını alacaq sözünü verməsi isə prosesə müsbət təsir göstərəcək. Eyni zamanda Türkiyənin 2030-cu ilədək hərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracağı proqnozlaşdırılıb. Bütün bunlarla yanaşı, qardaş Türkiyə təkcə səmanı fəth eləmir. Quru qoşunlarının vurucu gücü olan tank və zirehli texnika bölmələrini, eləcə də artilleriya, radioelektron mübarizə və hava hücumuna müdafiə qüvvələrini də gücləndirir. Sammit çərçivəsində ən çox diqqət çəkən məqamlardan biri ABŞ prezidenti Donald Trumpla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş idi. Danışıqlarda ABŞ-Türkiyə münasibətlərində son illərdə yaranmış fikir ayrılıqları, müdafiə sənayesi əməkdaşlığı, Türkiyənin F-35 proqramından çıxarılması, S-400 zenit raket sistemləri səbəbindən yaranan gərginlik, KAATSA sanksiyaları və F-16 qırıcılarının modernləşdirilməsi kimi məsələlər diqqət mərkəzində oldu. Türkiyə uzun müddətdir
etdi ki, NATO daxilində müttəfiqlər arasında müdafiə sənayesi sahəsində məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayır. Ankara hesab edir ki, alyans üzvləri arasında texnologiya və müdafiə məhsulları üzrə əməkdaşlığın genişlənməsi NATO-nun ümumi imkanlarını artırır. ABŞ üçün isə Türkiyənin NATO daxilində daha sıx inteqrasiyası, xüsusilə Rusiya ilə münasibətlər fonunda strateji əhəmiyyət daşıyır. Bu səbəbdən F-35 məsələsi daha geniş geosiyasi sualın bir hissəsidir. ABŞ və Türkiyə dəyişən dünya şərtlərində strateji tərəfdaşlığı hansı çərçivədə davam etdirəcək? Bu baxımdan Trump-Ərdoğan görüşü iki ölkə arasında təhlükəsizlik dialoqunun davam etdirilməsi baxımından mühüm siyasi təmas kimi qiymətləndirildi. Ümumilikdə Ankara zirvəsi göstərdi ki, NATO yeni təhlükəsizlik mərhələsinə daxil olur. Alyansın gündəmində artıq yalnız hərbi qarşıdurmalar deyil, enerji təhlükəsizliyi, texnologiya, kiber müdafiə, müdafiə sənayesi və qlobal geosiyasi rəqabət kimi çoxşaxəli məsələlər dayanır. Sammit həm ABŞ-Türkiyə münasibətlərində yeni dialoq imkanlarının yaranması, həm Ukraynaya dəstəyin davam etdirilməsi, həm də İran və yaxın şərqdəki proseslərə vahid yanaşmanın formalaşdırılması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Qəbul olunan qərarların yaxın illərdə Avropa təhlükəsizlik arxitekturasına, Qara Dəniz regionuna və yaxın şərqdə qüvvələr balansına ciddi təsir göstərəcəyi gözlənilir. Tarixə nəzər saldıqda görərik ki, NATO-nun sərhəd dövləti olan Türkiyə ilə alyansın münasibətləri heç vaxt birmənalı hamar olmayıb. Zaman ötdükcə Qərb bloku, o cümlədən NATO üzvləri Türkiyənin onlar üçün önəmini anlamağa başlayıb. Məhz bugün NATO'nun baş katibi Mark Rutte, ABŞ prezidenti Donald Trump və Avropa liderləri Türkiyə Silahlı Qüvvələrinin NATO daxilindəki elit mövqeyini, logistik potensialını və müasir müdafiə sənayesini yüksək qiymətləndirir. Türkiyə ordusu NATO'da ən böyük ikinci ordu potensialına malik olmaqla yanaşı, geosiyasi mövqeyi və çəkisinə görə vacib qərarların qəbul edilməsində aparıcı söz sahiblərindəndir. Türkiyə Cənubi Qafqazda təhlükəsizlik riskləri qarşısında Avropa Atlantik təhlükəsizliyini dəstəkləyən, NATO standartlarını bölgəyə daşıyan, eyni zamanda ittifaqın bölgədəki müstəqil və tarazlayıcı bir gücü olaraq ön plana çıxır. Mərkəzi Asiyadan başlayaraq Azərbaycan və Türkiyə üzərindən keçən orta dəhliz, eyni zamanda enerji daşıyıcıları marşrutları bölgənin təhlükəsizliyini yalnız hərbi deyil, həm də iqtisadi və logistik baxımdan da NATO üçün əvəzolunmaz olaraq qalmaqdadır. Odur ki, Türkiyə NATO üçün yaxın şərqdə, Cənubi Qafqazda, Aralıq dənizində, Balkanlarda, Qara dənizdə, Mərkəzi Asiya, Türkistanda əməkdaşlıq və təhlükəsizlik qalxanı sayıla bilər. Bir neçə həftə davam edən nisbi sakitlikdən sonra İran ətrafında vəziyyət yenidən kəskin şəkildə gərginləşib. Amerika Birləşmiş Ştatları İran ərazisindən növbəti dəfə hava zərbələri endirib və bununla da əvvəllər əldə olunmuş atəşkəs razılaşmasının gələcəyini sual altına qoyub. Gərginliyin yenidən alovlanmasına nə səbəb oldu? Vaşinqton niyə yenidən hərbi gücə əl atdı və yaxın şərqdə baş verən bu növbəti eskalasiya hansı nəticələrə gətirib çıxara bilər? Mövzuya aydınlıq gətirək. Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurmanın yenidən kəskinləşməsi dünya ticarətinin ən mühüm dəniz marşrutlarından biri olan Hörmüz boğazı ətrafında vəziyyətin sürətlə gərginləşməsi fonunda baş verib. Dünya neft ixracının əhəmiyyətli hissəsi məhz bu boğazdan keçdiyi üçün burada gəmiçiliyin təhlükəsizliyinə yönələn hər hansı təhdid yalnız regiona yox, qlobal iqtisadiyyata da birbaşa təsir göstərir.
Amerika Birləşmiş Ştatları tərəfinin məlumatına görə həftənin əvvəlində Hörmüz boğazında bir neçə kommersiya gəmisinə hücum edilib. Vaşinqton baş verənlərə görə məsuliyyəti İranın üzərinə qoyaraq bildirib ki, bu cür addımlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bundan sonra ABŞ yeni hərbi əməliyyata başladığını elan edib və İranın raket proqramı, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və hərbi logistika ilə əlaqəli obyektlərinə silsilə zərbələr endirib. Amerika Birləşmiş Ştatları Tehrana məhdud həcmdə neft ixracına imkan verən lisenziyanın qüvvəsini ləğv edib. Tehran isə ittihamları qəti şəkildə rədd edərək atəşkəs rejimini pozan tərəfin məhz Vaşinqton olduğunu bəyan edib. İran rəsmiləri Amerika Birləşmiş Ştatlarının zərbələrini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və qısa müddət sonra cavab əməliyyatının həyata keçirildiyini açıqlayıblar. İran tərəfinin məlumatına görə raket və pilotsuz uçuş aparatları ilə zərbələr Körfəzdə Amerika Birləşmiş Ştatlarının hərbi mövcudluğu ilə əlaqəli obyektlərə endirilib. Burada söhbət Vaşinqtonun eyni vaxtda bir neçə strateji məqsədə nail olmaq cəhdindən gedə bilər. Dünyanın ən vacib enerji marşrutlarından birinin təhlükəsizliyini təmin etmək, mümkün danışıqların bərpası ərəfəsində İrana təzyiqi artırmaq və onun hərbi, eləcə də iqtisadi potensialını daha da zəiflətmək ola bilər. Bununla belə, qarşılıqlı zərbələrin artıq ikitərəfli qarşıdurma çərçivəsini aşaraq, regionun digər dövlətlərini də əhatə etməsi münaqişənin daha da genişlənməsi riskini artırır. 1999-cu ildən bu günə qədər Azərbaycan ordusunun 3000-dən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, həm də Azərbaycanın regionla yanaşı qlobal sülhə verdiyi töhfənin də göstəricisidir. Artıq Azərbaycan qazandığı zəfərlərlə ədalətli sülhün təminatçısı olduğunu bir daha sübut edib. Bütün bunlarla yanaşı orduda islahatların aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Eyni zamanda beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri qurulub və zamanla gücləndirilib. Beynəlxalq nəşrlərdə, xüsusilə də geopolitikal monitorda Azərbaycanın bölgədəki dron üstünlüyündən bəhs edilib. Məqalələrdə qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş sistemlərinin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir pualların alınması, həm də yerli istehsalının inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməyə davam edir. Azərbaycan hazırda yerli istehsalı, şaxələndirilmiş tədarükü və ixtisaslaşmış pilotsuz sistem strukturlarının yaradılması sayəsində pilotsuz sistemlərin inteqrasiyasında regional lider kimi açıq şəkildə ortaya çıxır. Bu həftə həm də ölkəmizin hərbi hava üstünlüyü dünyanın gündəminə düşüb. Belə ki, həm Anadolu Qartalı 2026 beynəlxalq təlimində və həm də 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində keçirilən təlim məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirilib. Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən Anadolu Qartalı 2026 beynəlxalq taktiki uçuş təlimində döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Aviasiya bölmələrimizdə keçirilən təlim məşq uçuşlarında JF-17C, Blok 3, Su-25ML,
Su-25 və El-39 tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib. Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədi ilə keçirilən təlim məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəlib. Burada ölkəmizin malik olduğu və silahlanmaya daxil etdiyi aviasiya vasitələri də dünya gündəmində yer alıb. Xüsusilə də JF-17C və Su-25ML təyyarələri performansları ilə diqqətləri üzərlərinə çəkiblər. Modernizə edilmiş Laçın ML təyyarələri və JF-17 Blok 3 platformasının Azərbaycan ordusunun arsenalına daxil olması həm də yerli mühəndislik düşüncəsinin beynəlxalq standartlara birləşməsidir. Bu təyyarələrin açıq arxitektura quruluşu imkan verir ki, Azərbaycan öz yerli istehsalı olan smart sursatlarını və Türkiyə ilə birgə hazırlanan texnologiyaları bu platformalara maneəsiz inteqrasiya etsin. Nəticədə öz milli zəkasını müttəfiq təcrübəsi ilə taclandıran Azərbaycan göylərdəki suverenliyini sarsılmaz bir iradə ilə möhkəmləndirir və bu vəhdət müasir hərb tarixinə yeni bir uğur hekayəsi kimi həkk olunur. Müdafiə potensialını hər keçən gün daha da artıran Azərbaycan ordusunda hərbi təlimlər şəxsi heyətin döyüş təcrübəsini artırmaqda mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 2026-cı ilin hazırlıq planına uyğun olaraq quru qoşunlarının hərbi hissələrinin iştirakı ilə iri miqyaslı əməliyyat təlimi keçirilib. Təlimdə komando, motatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışa cəlb olunan hərbi vəzifəlilər də iştirak edib. Taktiki fəaliyyətlər vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınaraq icra edilib. Azərbaycan ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib. Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib. Komandirlərin müstəqil qərar qəbul etmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüş aparma bacarıqları və çöl vərdişləri təkmilləşdirilib. Təlimdə qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edilməsi nəticəsində birləşmə və bölmələrin döyüş fəaliyyəti müsbət qiymətləndirilib. Bu peşəkarlıq və hərtərəfli təminat Azərbaycan ordusunun bölgədə sülhün əsas qarantı olduğunu sübut edir. Dünya və ölkə gündəmini diqqətinizə çatdırdıq. İndi isə Muxtar Respublikanın önəmli hadisələri ilə davam edirik. Cəmi bir neçə il əvvəl yenidən inkişaf etdirilməyə başlayan baramaçılıq bugün Naxçıvana ölkə birinciliyi qazandırıb. Barama istehsalında əldə olunan nəticələr sahənin böyük potensialından xəbər verir. Mövzu ilə bağlı sujetimizi təqdim edirik. Muxtar Respublikada baramaçılıq fəaliyyətinə pilot layihə kimi başlanılsa da, həyata keçirilən sistemli tədbirlər qısa müddətdə bu sahədə ciddi nəticələr verib. Kümçülərə göstərilən dəstək, ipək qurdu toxumlarının vaxtında paylanılması və aqrotexniki müşahidələr istehsalının ildən ilə artmasına şərait yaradıb. Bugün baramaçılıq həm kənd yerlərində məşğulluğun artırılmasına, həm də ailə təsərrüfatlarının gəlirlərinin yüksəlməsinə töhfə verən gəlirli sahələrdən birinə çevrilib.
Cari il ərzində Muxtar Respublikaya 50 qutu ipək qutu toxumu gətirilərək 2880 kiloqram yaş barama istehsal edilmişdir ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 31,1% artım deməkdir. İstehsal olunan baramalar emal olunması üçün Azərbaycan Respublikasının Şəki şəhərinə göndərilmişdir. Müəyyən olunmuş qaydalara əsasən təhvil verilən yaş baramanın hər kiloqramına görə dövlət tərəfindən 6 manat subsidiya, təhvil götürülən şirkət tərəfindən isə 5 manat vəsait ödənilir. Barama istehsalında bir qutudan ümumilikdə 110 kiloqram ortalama hesabla məhsul əldə edən Şahbuz rayonunun Aydınc kəndi, Muxtar Respublika üzrə birinci, 103 kiloqram göstərici ilə Babək rayonunun Şıxmamı kəndi isə ikinci yer tutub. Qazanılan bu yüksək məhsuldarlıq sayəsində Naxçıvan Muxtar Respublikası yaş barama istehsalının artım tempinə və səmərəliliyinə görə bir qutudan ortalama hesabla 57,6 kiloqram məhsuldarlıq olmaqla ölkə üzrə birinci yerdə qərarlaşmışdır. Cari mövsümdə əldə olunan nəticələr rayonlar üzrə də yüksək göstəricilərlə yadda qalıb. Belə ki, Şəhər rayonu 577,88, Ordubad 565,1, Babək 555,72, Kəngərli 395,3, Culfa 276,1, Şahbuz 229, Sədərək 195,4, Naxçıvan şəhəri isə 85,5 kiloqram yaş barama istehsal edib. Baramaçılığın inkişafını təmin etmək məqsədi ilə dövlət tərəfindən istehsalçılara müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bu tədbirlər sahəyə marağı artırmaqla yanaşı, gələcək illərdə həm məhsuldarlığın, həm də kümçülərin sayının daha da yüksəlməsinə zəmin yaradır. İlk dəfə olaraq barama götürmüşdüm və çox zəhmətli, əziyyətli iş olmasına baxmayaraq 23-cü günündə bəhrəsini göstərdi və bunun nəticəsində də 116 kiloqram ipək qurdu əldə etmişəm. Bundan da savayı, aidiyyatı qurumlar gəlmişdilər, baxdılar, tapşırıqlarını verdilər, göstəricilərini verdilər. Hal-hazırda da 116 kiloqram ipək qurdu təhvil vermişəm və Muxtar Respublika üzrə birinci yerdəyəm. 50 qutu ipək qurdu toxumu kümçülərə paylanıldığı ilk gündən tərəfimizdən daim kümçülərin kümxanalarında monitorinqlər həyata keçirilmiş, onlara mütəmadi olaraq köməklər göstərilmişdir. Baramaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən kümçülər daim Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək qeydiyyata alınır və növbəti il ərzində onlara ipək qurdu toxumları paylanılaraq köməklik göstərilə bilər. Əldə olunmuş yüksək məhsuldarlıq nəticəsində növbəti illərdə də ötən illərdə olduğu kimi həmçinin qutu saylarını və məhsuldarlığı artırmaq niyyətindəyik. Qısa müddətdə əldə olunan nəticələr göstərir ki, baramaçılıq Muxtar Respublikada yenidən perspektivli aqrar sahələrdən birinə çevrilməkdədir. Dövlət dəstəyinin davam etdirilməsi, yeni kümçülərin bu sahəyə cəlb olunması və istehsal həcminin artırılması ilə gələcək illərdə baramaçılığın daha da inkişaf edəcəyi gözlənilir. Bu isə həm kənd yerlərində məşğulluğun genişlənməsinə, həm də ailə təsərrüfatlarının gəlirlərinin artmasına mühüm töhfə verəcək. Naxçıvanda ötən ayın əvvəlindən taxıl sahələrində başlayan biçin mütəşəkkil şəkildə davam edir. İlkin nəticələr məhsuldarlığın ötən illə müqayisədə artacağını göstərir ki, bu da qarşıya qoyulan hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il Muxtar Respublikada 13.800 hektardan artıq sahədə taxıl əkinləri, payızlıq və yazlıq taxıl əkinləri aparılmışdır. Bunun 4170 hektarını buğda, 9660 hektardan çoxunu isə arpa sahələri təşkil edir. Hazırda demək taxıl sahələrində 4900 hektardan artıq sahədə biçin aparılmışdır. Ümumilikdə 15.000 tona yaxın məhsul əldə olunmuşdur. Sevindirici halda ki, sahələrdən ötən illə müqayisədə daha yüksək məhsul götürülür. Yəni, keçən il hektara 29-30 sentiner təşkil edirdisə, bu il hər hektardan 30,3 sentiner məhsul götürülür. Keçən il rayonlar üzrə orta məhsuldarlıq ən yüksək Sədərək rayonunda 36 sentiner qeydə alınmışdırsa, bu il isə Şərur rayonunda orta məhsuldarlıq 44,5 sentiner hektara, yəni hər hektardan 44,5 sentiner məhsul götürülməkdədir. Həmçinin də digər rayonlarda, məsələn Ordubad rayonunda keçən il orta məhsuldarlıq rayon üzrə 10,1 hər hektardan 10,1 sentiner təşkil etmişdirsə, bu il isə demək məhsuldarlıq hər hektardan 29 sentinerə çatmışdır.
Bundan başqa Naxçıvan şəhəri üzrə də məhsuldarlıq yüksəlmişdir. Belə ki, keçən il hər hektardan 21,3 sentiner təşkil edirdisə, bu il isə hər hektardan 31,3 sentinerə çatmışdır. Ötən ayın əvvəllərindən başlayan biçini vaxtında və itkisiz keçirmək üçün sahələrə Muxtar Respublika üzrə 68 kombayn çıxarılıb. Mütəxəssis məhsuldarlığın yüksək olmasını dövlət dəstəyinin göstərilməsi, subsidiya hesabına verilmiş gübrələrin vaxtında tarlalara səpilməsi ilə bağlayır. Bu il mart ayına qədər artıq taxıl sahələrinə yemləmə gübrəsinin 95% verilmişdi ki, bu da bu gün məhsuldarlığın belə yüksək olmasına öz təsirini göstərmişdir. Bundan başqa bu il havaların da yağıntılı keçməsi, o cümlədən də suvarma sistemlərində demək aparılan işlərin vaxtında aparılması, kanalların lildən təmizlənməsi, bərpa edilməsi də məhsuldarlığın yüksəlməsinə öz təsirini göstərmişdir. Taxılçılıqda yüksək nəticələrin əldə olunması bu strateji ərzaq məhsuluna marağı daha da artıracaq. Mütəxəssis bildirir ki, gələn il üçün 20 min hektardan çox taxıl əkilməsi planlaşdırılır. Beləliklə, bu həftənin əsas məqamlarını sizlə bölüşdük. Növbəti həftə yenidən görüşmək diləyi ilə salamat qalın.